Salam, hər vaxtınız xeyir olsun. Bugün mən badımcan dolması hazırlamışam, amma Naxçıvan usulü ilə. Mənim ortancıl bacım Naxçıvanlardadır, yoldaş Naxçıvanlarda. Ona görə mən həmişə birinci dəfə onlarda görəndə məhtə qalmışdım ki, belə dolma var. Çünki qiymənin yerinə orada əti xırda-xırda doğrayırlar. Ət xırda doğranılır, pişirilir. Ayrıca soğan qızardırırlar. Sonra əti və soğanı birləşdirirlər, qızardırırlar. Və noxud qatırlar. Yarımçıq noxud, arpa noxud. Çox dadlı olur, çox bəyənmişəm. Çox vaxtıdır. Biraz noxud məndə çox pişir. Gərək sudan tez götürəsən. Badımcanı da tam təmizləyirlər. O belə təmizləyirlər qabığından. Ara bir mən yarı qabıq qalır məndə bu belə. Bu dəfə belə tam Naxçıvanlı üsulu ilə qızartmışam, hazırlamışam. Amma bilmirəm badımcana nasıldır. Gərək tez götürərdim. Çox qızartmaq lazım deyil, çünki çox incə alınır. Biraz o üz bu üz qızartdım, bəsdən. Mən biraz çox qızartmışdım. O belə qalsın. O belə yarımçıq. Mən biraz çox saxladım. İsti otları ara bir qızartıram ayrıca tavada. Bu dəfə sadəcə qaynar su çaynikdən tökdüm. Yumuşalır belə. O belə üstündən tökdüm. 10 dəqiqə saxladım. Yaxşı yumuşalır biraz. Pomidoru belə başını üstündən kəsmişəm. Belə badımcanı doldururam qiymənə. Qiymə deyil də içlə. Yığıram. Görürsünüz, biraz yumuşalıb. Gərək tez götürəsən, çox qızartmayasan. Siz də hazırlayın bizim dolmamızı, badımcan dolmasını. 3 bacı yox.